Necəsən Kərim? Belə də. Gülürsən, amma Kərim heç gülməli deyil amma məncə. Vəziyyət gülməli deyil, amma əsəb güldürür də bizi. Yox, əsəb, bax, bu günləri bir çox müğənnin bəlkə bu başına gəlir, amma nədənsə bunu... Və başına gəlir bu müğənnilərin. Axır vaxtlar belə bir kampaniyadır, nədir bilmirəm və problemlər musiqiçilərin başına gəlir. Və bir-birinə hələ bir-iki xəbər eləyirlər, deyirlər ki, narahat olmayı, musiqiçidir, belə boş ver, elə çağır və pulunu vermə. Belə bir tendensiya gedir. Mən 25 ildir bu sahədəyim, yəni mən aparıcılığı qoyum qırağa. Mənim başıma bir dəfə necə gəlib bu iş, bir müğənni ilə işləyirdim, o da necə oldu. Bizi danışan adam çox sərxoş idi. Biz Eltonla işləyirdik. Elə bir bizi danışan adam behin vermişdi, toydan çıxıb getdi. Bu adamı bir həftə zəng çatmadı, sonra Tom ilə biz danışdıq, o pulu aldıq dala. Yəni bu adam bilərək ki, amma bugün mən araşdırdım bir neçə gündə. Bir neçə müğənninin başına gəlib və o müğənnilər qorxub, səsini çıxartmıyor. Amma bunun qarşısı alınmasa, sabah bu adət halına gələcək. Və mən bayaq səndən qabaqdım, Faik Ağayev ona görə neyinir? Beh alır, toydan bir ay qabaq yarısı pulunu alır, toydan bir həftə qabaq bütün pulunu alır. Bəli. Çünki bu günləri düz digər adama bunu edə bilməzlər, amma Kərimi nə qədər də qalmaqallı sayısız bu adam 18 nəfərin haqqı, o musiqiçilər saat 6 saat ifa edib çörək pulu aparırlar. Özürlər nə qazanır? Adam başı 200 manat, 300 manat bütün toydan pul. 18 gün, 20 gün olar, bir ay var. Ayın 12'si olub da məclis. 12'si nə qalıb ki, bugün 4'üdür. 12'sindən bu yana danışılan pul verilmir. İşte orasındadır ki, bir Şadlıq Sarayında məclis olsun, oranda pul verməyəsən, hardasa biraz başa düşmək olar. Gələn müğənnilərin də pulunu verməyəsən, onu da hardasa başa düşmək olar. Sən ölkənin ən prestijli bir restoranında, Hollywoodda toy eləyirsən və orada bütün hesabı ödəyirsən. Ad gedə bilər Hollywoodu, narahat olmayınca. Allah verdi, mənimlə danışmışam. Gələn yarım saatlıq müğənnilərin pulunu ödəyirsən və toy bitir. Biz də indi gözləyirik ki, pul gəlib çatacaq 18 nəfəri musiqiçi heyəti və Ülkər xanım qaynana və bəy. Burada saxlayaq ki, biraz intizarda qalsınlar. Mən əminəm ki, o ailə baxır. Deməli, hörmətli vəkilimiz, mən keçən həftənin 3-cü günü Kərimi bura dəvət edəndə bu açıqlamanı verəcəydik. Kərimin komandası dedi ki, toy yiyələri bizə zəng vurublar, deyiblər bizə vaxt verin, biz sizin haqqınızı ödəyəcəyik. Mən restoran rəhbərliyi, Allah verdi müəllimlə əlaqə saxladım və bildirdim ki, çünki mənim ümumiyyətcə Hollywood restoranının əzəli bir sahibi var. O ailəyə böyük bir hörmətim var, müəllimin özünü tanıyıram, amma sonradan icarədarlar var, onları da tanıyıram və hər dəfə oraya gedəndə hörmət görmüşəm. Onu gördüm, mənim onlara hörmətim var, zəng vurdum. Onlara bildirdim ki, belə bir hadisə olub, dedilər, bəli, biz də şahidik, belə bir hadisə olub, amma biz Kərimi çox istəyirik xətrini, dəfələrlə bizdə toyda olub, belə hadisələr olmayıb. Amma mən Brezdən çox istəyərəm, əgər imkan varsa, mən bilirəm ki, Daxili İşlər Nazirliyimizin mətbuat xidmətinin rəhbərliyi başda olmaqla, Elşad müəllim başda olmaqla, bütün oradakı əməkdaşlar, İstir Nurlan bəy, bir çoxları, onlar vətəndaşlarla və televiziyalarla, ümumiyyətcə vətəndaşlarla hər zaman 7-24 əlaqədə olurlar. Gönül xanım, indi yox, Brezdən danışın bu ilə bağlı, çünki 102-yə xəbər olunub həmən günü və 5-ci bölmənin əməkdaşları gəlib, yerində izahatlar alınıb. Amma bugünəcən icra olunmayıb. Yəni bu adam xidmət göstərib və pulu verilmir bugün. Və bundan əlavə Allahverdi bəy dedi ki, biz nə edə bilərik? Bu deyir, bəy biraz 3 dəfə toyun vaxtını dəyişib orada. Bundan başqa dedi, biz Kərimə görə nə edə bilərik? O bəyin toy kasetini verməyə bilərik onlara. Amma bundan başqa əlimizdən heç nə gəlmir. Qanun burada nə deyir? Çox gözəl dediniz, qanun burada nə deyir? İlk öncə qeyd etmək lazımdır ki, tərəflər arasında olan münasibətlər mülki hüquqi münasibətlər dairəsində tənzimlənməlidir. Mülki məcəllənin 752 və 776-cı maddələrini əhatə edən podrat münasibətləri, başqa dillə desək, xidmət münasibətləri mövcuddur ki, həmin normalarda sizin aranızdakı olan münasibətləri özü tənzimləyən qanunlar öz əksini tapmışdır. Burada siz qeyd edirsiniz ki, polisə müraciət olunub, polis izahatı alıb, 5-ci polis bölməsinə, amma bugünkü günə kimi hər hansı nəticə əldə olunmayıb. Əldə olunmaması normaldır. Çünki bu cinayət sferasında qiymətləndirilə biləcək bir hal deyil. İnzibati xatadır bu. Yəni,
Xeyr, bu inzibati xəta deyil. Burada sadəcə olaraq mülki məsuliyyət daşıyır. Yəni tərəflər arasında olan hüquq pozuntu, yəni tərəfin hüquqlarının pozulması, onun mülki hüquqlarının pozulması deməkdir. Mülki hüquqlarının pozuntusuna görə isə məhkəməyə müraciət olunmalıdır. Və burada sizə dəyinmiş... Sən hansı rayonda praktikadəsən? Bir nə qədər. Yox, burada cavabdehin qeydiyyatı ünvanı üzrə. Cavabdeh harda qeydiyyatdadır? Onu müəyyən eləmək çox rahatdır. Vəkil sorğusundan biz müəyyən eləyə bilirik cavabdehin qeydiyyat ünvanı. Siz burada sizə dəymiş məbləği, bildiyim qədər 8 min manat məbləğində sizə dəymiş ziyan var. O və eyni zamanda kompensasiya olaraq da bir o qədər də siz tələb eləyə bilərsiniz. Yəni sən 2 qat pulu məhkəmə vasitəsilə ala bilərsən, çünki sənin əlində dəlillər var və 102-yə zəng vurmusunuz, gəliblər bu qeydiyyatdan keçib. Amma Cəlal bəy, mən qarşı tərəf də bura zəng vura bilər. Əgər hansısa bir, yəni heç kim deyə bilməz ki, Kərim mənim toyumu pis aparıb, mən pul vermirəm. Bu düz deyil. Ölkə tərəfəlidir, mənim xoşuma gəlməyib. Sən xoşuma gəlməyə bilməz, sən Kərimi toylarda görüb, Kərim 10 il deyil, 5 il, 3 gün deyil gəlib bura. Yəni bugünəcən Azərbaycanda heç kim deyə bilməz ki, Kərimin idarəçiliyi və bu bir dəlil deyil ki, mənim xoşuma gəlmir, pulumu vermirəm. Belə bir şey yoxdur. Yəni bunu ağlınızdan çıxardın ki, Xoşuna gəlməmək orada sözü ola bilməz axı. deyirəm də, yəni onu da deyə Necə bilməzlər. məclis gedibsə, Allah göz qabağında video kadrlarımız var. Hamısı da yallıdan tutmuş başımıza fırlanırdılar. Kərim bəy Cənab bəy, burada- bu Azərbaycanda əslində loru dilində deyib bu öyrəşmişik bu şeylərə. Bir müğənni çıxır, bir kişi ilə görüşür. Kişinin ardınca bir vəzifəsi olur. Bundan mənə nə var? Sən bilərsən, sənin kişin bilər. Deyir, bu ölkədə dəvədən də böyük fil var. Yəni sən dəvəvə güvəndiyimizə görə də biz fillərə güvənirik. Bir müğənni misal üçün çıxır, istədiyi şeyi danışır və kimsə onu düzü mənə deyə bilməz o, çıxıb adını deyərəm onun. Çünki mənim kanalım heç kim, nəinki mənə ya, ümumiyyətlə televiziya işlərinə yox, kimsə hədə qorxu gələ bilməz. Biz elə bir ölkədə yaşayırıq. Burada amma adət hələ alınır ki, elə bir qurumlardır ki, mən efirdə adını çəkə bilmirəm. Və Kərimin komandasına ciddi qurumlarla hədə-qorxu gəlirlər. Bu günlərin mən o qurumlarda insanlar tanıyıram ki, onların bir ailələrinin tədbirini eləmiş, onlar müğənniyə pul verirlər, adımız allanmasın. Adımız dil allanmasın, bilməsinlər biz kimi. Çünki o qurumlar ciddi qurumlardır. Hamı balasına toy edir, hamı balası üçün nişan edir. Mənim də qohumlarım vaxtında bir sıralarda işləyirdi. Nə olsun? Nə olsun ki, qohumundur? Amma nə adiyyəti var? Yəni hədə-qorxu gəlmək özü amma bir, yəni bu, yəni xırda xuliqanlıq sayılmır. Hədə gəlmək sən bilsən, filan kəsə deyərəm belə eləyir. Filan kəs məni neyəcək? Burada xuliqanlıq və yaxud da hədə-qorxu tələb etmək deməyək, daha doğrusu Yox, tələb etmə deyil. Hədə-qorxu gəlmək, özbaşınalığı- tələb etmək, bu tələb edir pulunu. Bəli, burada hədə-qorxu tələb etmək yəni cinayəti yoxdur. Xuliqanlıq cinayəti də deməzdim. Buna daha çox özbaşınalıq cinayəti var. Bəli. Yəni cinayət məcəlləsində qeyd olunur. Burada özbaşınalıq cinayəti. Yəni hüquqi formada, hüquqi zəmində, yəni çünki bugünkü gündə əgər kimsə də hər hansı bir dövlət qurumu vasitəsilə, hər hansı bir qurumun adını çəkərək sizi müəyyən mülki addımlar atmaqdan çəkindirməyə çalışırsa, bu özbaşınalıqdır. İzah edə bildinmi? Çünki həmin şəxs sizin mülki hüquqi addımlardan müdafiə mexanizmini yalnız məhkəmədə tələb eləyər. Məsələn, siz iddiaya qaldırasınız, məhkəmədə iddianızın rədd olması xahiş edir. Amma hansı bir qurumun adını çəkərək sizə məhkəmədən kənar təsirlər, təzyiqlər göstərməyə çalışırsa, bu əlbəttə ki, cinayət hüquq Bu pozmasıdır. evin ağsaqqalı kimi bir Sənan bəy adında bir insan çıxır bizə, evin ağsaqqalı. Aha. Və mənim menecerimə zəng edir ki, mən filan qurumun işçisiyəm. Çox gözəl, Allah canını sağ İndi eləsin. o qurumun adını çəkmirəm. Olmaz, bəli. Olmaz. Bəs sizinlə başqa cür danışa bilərik. Niyə Gəlin deyirlər? Bizə qıraqda maraqlıdır, siz görüşək. bizə niyə niyəcəyiz ki? Bu başqa qədər qurumda hədə-qorxu olur? gəlməkdənsə ondansa yəni gətir pulu verginə 18 nəfər insan sənin məclisivi idarə eləyib. 18 musiqiçi, aparıcı, xanım oxuyan, DJ var, burada musiqiçilər var, əziyyətimiz var bizim. Ondansa gətir bizim pulumuzu verginə. Və o qədər hədə-qorxu gəlməkdənsə, sən restoran pulunu verirsən, yarım saatlıq müğənnilər çağırırsan, onların pulunu verirsən, bizə gələndə nə yaxşı ki, ağlım işləyir, mənim o anda mən 102-yə zəng eləyirəm, ora 5-ci polis bölməsinin əməkdaşları gəlir və o qadının əlindən kağız alırlar ki, həqiqətən də mənim bunlara borcum var, bir həftə vaxt istəyirəm, bir həftəyə mən pulu ödəyirəm və indi həmin o xanım, haçan biz ona zəng eləyirik, götürür o nömrələri bloka atır. Ülkər xanım, salamlayıram sizi buradan.
və o kürəkəni onun, adı nə idi kürəkəninin? Ceyhun. Ceyhun bəy ya bu Sənan müəllimlə bizə zəng elətdirir, hədə qorxu gəldirir. Ya deyir ki, gözləyin haçan pulum olar onda verərəm. Pulum yoxdur, əl çəkin məndən. Mən rayondayam, nə bilim gələ bilmirəm. Və hər dəfə bir predlog, sonra bir dostunu kimisə ötürür o ilə zəng elətdirir. Bir sözlə və musiqiçilər də hər kəs məndən pulu gözləyir. Başa düşürsünüz? Bəli. Ortada pis vəziyyətdə mən qalmışam. Neçə ildir bu səhnədəsən? Professional səhnədə Toylarla bağlı deyək ki, başdan 10 ildən çoxdur da. toylarla başlanır. Yox, yox. Yəni ki, professional səhnə deyəndə ki, səhnəni qoya qırağa. Neçə bugünəcən neçə il toylara gedirsən? 30 ilə yaxın. 30 il. Bir 10 min toy saymaq olar da, yoxsa 10 min çox olar bəlkə. Çoxdur. Yəni yarım saatlıqlarla heç belə bir şey başına gəlmişdi. Həyatımda ilk dəfədir mənim başıma. Rusiya belə gedib başına gəlməyib bu iş? Birinci dəfədir başıma gəlib və mən bu gündən sonra özümə söz verdim ki, bu tendensiya var idi ki, hansı ki toy bitəndən sonra pulumuzu gözləyirdik. Ev yəsi Şadlıq Sarayının pulunu sayırdı, hamının pulunu sayırdı. Axırda gəlib musiqiçilərə pul çatıb verirdi. Bu mövzu mənim üçün kapandı, bitdi. Toyumun əvvəlində, toy başlamamışdan qabaq, əziz ev yiyələri, kim mənə müraciət edəcəksə, onlara deyirəm, xahiş edirəm. Bu mənə bir dərs oldu. Mənim əgər musiqiçilərim, əgər mənim bütün komandam ordadırsa və mən ordayamsa, toy başlamamışdan qabaq bizim gətirin pulumuzu verin, ondan sonra biz toy başlayırıq.